Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Adım Kristinadır. Deməli, bugünkü açılımda mən ilişkiyə baxım edəcəm. Dərin bir açılım olacaq. Kommentariyalarda da, yəni şərh bölməsində də istəmişdilər belə bir açılım. Burada belə ümumi baxsaq, partnyorunuzun gözündə necə bir insansınız ona baxacağıq. Amma tək bu deyil, burada dərinə gedib ilişkiyə belə tam açılım edəcəm. Variantsız açılımdır. Yəni burada seçim yoxdur. Əgər bu video sizin qabağınıza çıxırsa, deməli bu sizə bir işarətdir. Yəni bunu deməli izləməlisiniz, görməlisiniz. Deməli, xatırladıram ki, baxım ümumidir. Əgər şəxsi konkret sizin üçün baxımı istəyirsinizsə, konkret sizin ilişki üçün, bunun üçün Instagram üzərindən yazırsınız. Instagram səhifəmin adı və linki göstərilib videomun altında keçid edirsiniz və əlaqə saxlayırsınız. Yalnız Instagramdan baxıram, onu da xatırladıram. Deməli, burada ilişkidə fərqlilik var və fərqli həyat tərzi, fərqli yollar, fərqli baxış nöqtəsi var. Çünki burada deməli partnyorların ikisini ayıran bir durum var. Yəni ayrım salan bir durumlar var. İndi baxın, ayrım salan durumlar nədir sizin durumunuzda? Çünki burada bir neçə situasiya ola bilər. Misal üçün, sizin baxış nöqtənizin fərqli olması, sizin deməli ilişkiyə baxış nöqtənizin fərqli olması, həmçinin burada dini fərqlilik ola bilər, ya da ki, deyək ki, mentalitet fərqliliyi ola bilər. Yəni burada ayıran və sizin aranızda baryer quran, distansiya qoyan durumlar var. Yeganə bir şeydə oxşarlıq ola bilər. O da sizin ikinizin deməli çox od alov olub, yəni mən necə deyirəm, elə də olmalıdır. Yəni səbirsiz, çox belə qısqanan və sözünə ya durmayan. Yəni bir var ki, istəyirik demək, amma səbirli oluruq, qarşı tərəfi dinləyirik. Burada belə bir şey yoxdur. Burada ikiniz də səbirsizsiniz və ikiniz də çox deyək ki, belə sən nə deyirsən, dava quran sözlər, cümlələr bir-birinizə qurursunuz. Yəni bunlar sizin ilişkidə biraz sizə, yəni bu oxşarlıq sizə problem yarada bilər, sizi ayıra bilər. Yəni bu xoş gəlsə də ilk anlarda, misal üçün şir bürcüdürsə, şirin qarşıtı şir, ikisi də eyni xarakter, eyni psixotipdə olduqları üçün bu onların xoşuna da gələr, amma yəni eyni vaxtda da problem yarada bilər. Çünki qarşı tərəfin eyniliyi biraz konflikt yaradır və problem yaradır. Ona görə də bu ayrımcılıq yaradır ilişkidə və burada həmçinin də ayrılma durumları da ola bilər. Yəni ya indi artıq siz fərqli həyat tərzi, yəni ilişkidə deyilsiniz. Siz ayrı yolda, o ayrı yolda, yəni ayrı həyat tərzi, ayrı baxış nöqtəsi, belə bir şey qura bilərsiniz. İlişki varsa burada ayrımcılıq salan, baryer quran durumlar ola bilər. Həmçinin də burada biraz təsəvvür eləmədiyiniz qədər sizi yoran və sizi biraz qapanıqlığa gətirib çıxaran ayrımcılıqlar da ola bilər. Çünki fərqli ilişkilər var, hamısını da yorumlayıram. Əgər ilişki distansiyada qurulursa, misal üçün başqa şəhər, başqa ölkə, çünki belə bir ayrımcılıq da ola bilər, belə bir fərqlilik də ola bilər. Burada görüşlə bağlı ya da görüşün olmaması ilə, gəlişin olmaması ilə bağlı problemlər də ola bilər. Yəni bu küskünlük və narazıçılıq da sala bilər. Onun üçün diqqətli olursunuz. Burada xüsusən əgər od ünsüründənsinizsə və ilişkidə ya qarşı tərəf ya da siz od ünsüründənsinizsə, bu da ilişkidə həm ilişkini belə ilişkini xoş qılandı, amma eyni vaxtda da ilişkidə problem yaradandı. Konkret od ünsüründən olan səbirsizliyin verdiyi bir problemdir bu. Yəni enerji, gözəl enerjidir, amma onun verdiyi bir səbirsizlik, onun verdiyi belə bir qısqanclıq və sözümü ani deyim, sözümü içimdə saxlamayım, bunlar problem ola bilər. Ona görə bunda diqqətli olursunuz. Deməli, əlavətən gəlin baxaq.
Bəli, dediyim kimi burada əlavətən burada kartlar informasiya verir. Ayıran durumlardan əlavə bir səbəb də burada deməli kommunikasiyanın düzgün qurulmaması, düzgün danışıqlıq aparılmaması və həmçinin də burada hər hansı bir informasiya alınırsa onlar ya dərin deyil, ya da ümumiyyətcə doğru deyil. Yəni çox belə necə deyərlər, yüzeysel deyilən bir şey var da. Yəni burada yüzeysel danışıq, çox dərinə getməmək və o yüzeysel danışıqlığın kommunikasiyanın sizi ayıran durum olmağı problemdir. Həmçinin də burada hər hansı bir kommunikasiya qurulursa belə orada duyğusallıq yoxdur. Yəni əksiklikdir bu duyğusallığın olmaması, danışıq apararkən təmin edici olmaması. Misal üçün bir insan sizə söz verir, amma o sözü tutmur və ya danışıq apararkən dərinlik hiss etmirsiniz. Yəni burada daha çox ya siz ya da partnyorunuz dərinə getməməyi problemdir. Ya da ki partnyorun birinin dərinə getməmə istəyi ola bilər. Dərinə getməmək nə məsələ? Yəni nə barədə? Misal üçün sizinlə çox da dərin söhbətlər aparmaq istəmir, dərin duyğusal ilişki qurmaq istəmir. Ancaq yanında gözəl bir deyək ki, portret olsun, gözəl bir şəkil olsun. Bu daha çox vacibdir. Ya qarşı tərəf belə görür, ya da siz belə görürsünüz. Yəni bu problemdir, bu ayıran bir durumdur. Çünki yüzeysəllik heç vaxt, yəni bir etapdan sonra o yüzeysəllik problem yaradır. Burada vacibdir dərinə getmək, düzgün kommunikasiya qurmaq. Həmçinin də informasiya alınırsa bu, yəni misal üçün distansiyada danışırsınızsa, başqa ölkə, başqa şəhər, belə bir insanla danışırsınızsa, o insanın yüzeysel olmağı ayıran bir durum ola bilər və yüzeysel, yəni sizinlə görsətdiyi bir şey ola bilər, amma reallıqda tamamilə başqa bir şey. Bu təkcə distansiyaya da aid deyil. Bu reallıqda da ola bilər. Haçan ki bir insan sizə bir şəkil görsədir, amma bu şəklin reallıqla heç bir əlaqəsi yoxdur. Həmçinin də hər hansı bir internetdən bir informasiya əldə edirsinizsə, misal üçün internetdən sizə şəkil göndərilirsə ya da qoyulursa ki siz görəsiniz, nəsə yazılırsa, bunlar reallığı əks etdirmir. Bunlar necə deyərlər, ancaq viddadır da, yəni belə şəkil formasında qalır. Həmçində bu reallığa da aiddir. Haçan ki biz bir şey görsədirik, amma dərinə getmirik deyənə, hər şey yüzeysel qalır deyənə, həmçinin emosiyalar da yüzeysəldir. Yəni misal üçün görsədir sevinç, amma reallıqda bu sevinç belə bir dərin deyil. Ya da görsədir ki mən xoşlayıram misal üçün gülməyi, danışmağı ya da gəzməyi, amma reallıqda bu insan tamamilə belə pozitiv ya da təsəvvür edilən kimi, görsədilən kimi deyil. Yəni burada bu əksiklikdir, burada bu problemdir və bu ayıran bir durumdur. Tərəflərdən biri ya yüzeysəldir, ya da yüzeysel görmək istəyir qarşı tərəfi. Və bu yüzeysəllik, dərinə getməmək çox böyük bir problemdir. Buna da diqqət yetirməlisiniz. Gəlin indi baxaq əlavətən informasiyanı. Deməli, burada kişi tərəfindən baxsaq, kişi burada özünü konkret olaraq ilişkidə əziyyət çəkən tərəf görür. Yəni sizin hansısa sözlərinizi xanımsınızsa, deməli sizin hər hansı bir kobud davranışınızı idarə etdiyini düşünür və öz cəhətindən, öz tərəfindən hesab edir ki, nə qədər belə olar, nə qədər mən səbr edə bilərəm, nə qədər mən onun kobud davranışını ya da mənə söz necə deyərlər, o kobud söz deyəndə ya da mənim istədiyim kimi olsun ya da mənəm dediyi sözləri mən nə qədər idarə edə bilərəm. Yəni burada bəy tərəfindən belə bir yorğunluq var.
sizi yük kimi görür və bu yük kimi görmək, yəni bu xasiyyətinizi, bu cəhətinizi ona yük kimi gəlir, problem kimi gəlir. Bu da sözsüz ki, onu ya ilişkini sonlandırmağa, ya da ki, belə bir distansiya qurmağına səbəb ola bilər. Ona görə diqqətli olmalısınız. Çünki burada həmin bu sizi daha çox belə onun özü kimi görmək istəyərdi ki, siz daha belə idarə edən tərəf olasınız, barışan tərəf olasınız, amma hal-hazırda özünü belə görür ki, mən barışan tərəfəm, mən daha belə hər şeyi idarə edən tərəfəm, susan tərəfəm və həmçinin də burada belə bir şey var ki, siz ondan konkret bir cavab ya da konkret bir şey gözləyirsünüzsə, misal üçün konkret mənə de, misal üçün bunu edəcəksən, etməyəcəksən ya da konkret gələcəklə bağlı sual verirsinizsə, bu insan konkret olaraq nəyisə etmək istəmir, konkret olaraq nəyəsə qərar vermək istəmir. Bu insan istəyir ki, necə olar, elə də olar. Daha çox bu pozisiya indi bürclərdən baxsaq, belə pozisiya od ünsürlərinə çox uyğundur. Xüsusən də ox atanlara uyğundur. Ya da ki, xəritəsində, doğum xəritəsində ox atanlara məxsus bürclər, yəni ox atanlara məxsus planetlərin olmağı aktual ola bilər. Yəni belə bir tipdə, psixotipdə olan insanlar həyat tərzini daha çox necə gedər, elə gedər. Yəni niyə biz konkret indi nəyisə planlaşdıraq ya da konkret nəyisə edək? Bu insan hesab edir ki, daha çox necə gedər, elə də gedər. O qədər də böyük bir problem deyil. Niyə mən indi nəyisə konkret qərar verməliyəm ya da nəyisə konkret yoluna qoymalıyam? Xeyr, mən istəyirəm necə gedir, elə də getsin. Həmçinin də burada dediyim kimi sizin daha çox konkretliyi tələb etməyiniz, kobud davranmağınız ya da aşırı bir şəkildə nəyisə yeritməyiniz onu yorur, ona basqın gəlir. Yəni hesab edir ki, bu bir əziyyətdir mənim üçün, bu bir mənim üçün təzyiqdir və bu təzyiqi mən istəmirəm. Mən belə getsə, yəni distansiya qurmalı olacam ya da ki, ümumiyyətcə ayrılmalı olacam. Hal-hazırda özünü biraz belə yazıq vəziyyətində görür. İndi xanım tərəfinə baxaq. Gəlin baxaq xanım tərəfindən. Xanım tərəfi burada özünü daha idarə edən və idarə etməkdən yorulan tərəf kimi görə bilər. Yəni nə qədər olar ki, mən kontrol eləyim, mən addım atım, hər şeyi mən edim. Nə qədər olar, artıq sən də gərək özün addım atasan, sən də özün bir şey edəsən bu ilişki üçün. Yəni ilişkidə ən çox özünü yoran və özünü əziyyət çəkən tərəf kimi xanım görür və görür ki, qarşı tərəf burada heç nə etmir ya da etmək istəmir və bu onu sözsüz yorur. Yəni xanım tərəfindən burada yorğunluq var. Nə baxımdan yorğunluq ki, nə qədər mən o addımları ata bilərəm, ilişkidə əziyyət çəkə bilərəm, ilişkidə plan qurub, əziyyət çəkib, addımlar atıb və bu ilişki üçün nə qədər çabalamalı oluram. Bu problem yaradır və yorğunluq yaradır. Burada iki tərəfdən də yorğunluq var, amma kişi tərəfdən əgər burada sizin xasiyyətinizdən yorğunluq varsa və sizin burada addım atıb və kontrolünüzdən yorğunluq varsa, xanımda burada əziyyət çəkməkdən, belə ilişki üçün addım atıb çabalamaqdan, yəni hərəkət etməkdən və qarşı tərəfin hərəkət etməməyindən irəli gələn bir yorğunluq var burada. Çünki edirəm, amma heç nə əvəzində ala bilmirəm ya da əvəzində aldığım məni qane etmir. Burada belə şeylər var, belə durumlar var və burada xanım çox belə ambisiyalı əslində xanımdır. Özünü çox ambisiyalı, özünü çox hər şeyi bacaran və hər şeyi nail olmağa qadir olan bir xanım kimi görür xanım və yalnızca ilişkidə yox,
yorulduğu edib də burada həm pul sərfiyyatı ola bilər, həm enerji sərfiyyatı ola bilər kişiyə və ilişkiyə və buradan onun bəhrəsini almamağı, burada ondan nəsə geri almamağı onu çox yorur və narahat edir ki, burada həmçinin məyusluq hissi də var ki, elə budur, yəni bu qədər əziyyət çəkdim ya da vaxt itirdim, pul itirdim. Çünki burada yəni ilişkidə olur ki, bəzən xanım da pul xərcləyir, bu norma deyil, amma olur belə xanımlar ki, köməklik göstərir, həm pul xərcləyir, həm enerjisini, həm vaxtını, sevgisini, duyğusunu, hər şeyini xərcləyir, amma əvəzində aldığı nə çox sağ ol var, nə də ki bir addım var, doğru dürüst. Yəni burada xanımın belə bir şeyi hiss etməyi onu çox məyus etdi və yorğunluq hissinə çıxartdı, gətirdi ki, artıq mən də heç nə eləməyəcəm. Belədirsə, niyə mən nəsə edim? Mən artıq gözləyəcəm ki, qarşı tərəf etsin. Yəni mən istəmirəm bunu etməyə. Sizdə belə bir fikir yaranırsa və siz xanımsınızsa, addım atmaq istəyirsiniz, burada sizin hər hansı bir addımınız problem yarada bilər. Çünki burada gərək siz gözləyəsiniz ki, qarşı tərəf etsin bu addımı, bəy tərəfindən gəlsin. Çünki sizin hər hansı bir addımınız istək varsa, belə bir istək, bu sizə problem yaradacaq, sizi məyus edəcək. Yəni istədiyiniz şəkildə bir nəticə əldə etməyəcəksiniz. Ona görə burada inisiativa dedikləri, yəni özünüz o addımı atmayın, özünüz kişi rolunu daşımayın üzərinizdə. Buna ehtiyac yoxdur. Deməli, burada yenə bəy enerjisinə baxsaq, bəy enerjisində, yəni burada sizi konkret bəyin necə görməyini, əgər xanımsınızsa, burada sizi konflikt edən tərəf görür, hər şeydən tutumlu olduğunuzu görür, yəni həm öz fikrinizi buraxmırsınız, həm öz istədiyinizi buraxmırsınız, yəni görür ki, bu tutduğunu buraxmır, yəni tutubsa mən belə deyirəm, belə olmalıdır. Onu buraxmayacaq həyatında. Kişi belə fikirləşir ki, siz xanımsınızsa, istədiyini buraxmır, bunun üçün dava da eləyir, qırğın da eləyir, amma bu istədiyini əldə etməlidir. İstədiyini əldə etməsə, bu buraxmayacaq bunu, götürdüyünü, tutduğunu buraxmayacaq. Amma burada əlavə bir informasiya da var ki, bu ya onun tərəfindən artıq bitirmə doğrusuna gətirib çıxartdığını düşünə bilər, yəni onun tərəfindən artıq bunu bitirdiyini düşünə bilər ki, bunun ucbatından nəsə bitdi, yəni nəsə qutardı. Yəni bu sizin belə bir xəsiyyətiniz ucbatından nəsə bitir ya da nəsə bitəcək. Və həmçinin də fikirləşə bilər ki, mən buna son qoyacağam, mən bunu bitirəcəm. Yəni burada belə bir şey var ki, bu var idi, yəni tutduğunu buraxmırdı, bunun üçün konfliktlər yaradırdı, amma artıq belə olmayacaq. Ya bu onun qoyduğu bir nöqtə olacaq, ya da ki, belə bir şey baş verəcəyini düşünür sizin tərəfinizdən. Qadın enerjisindən baxsaq, qadın enerjisi də xanımlar burada partnyoru, yəni kişini çox yorğun və heç nəyə qadir olmayan kimi görür və burada həm necə deyərlər, burada həm emosional əlil olduğunu düşünür kişinin, həmçinin də real bir əlil, yəni nəyisə etməyə qadir olmayan kimi, yəni bir əlini qaldırıb da heç nə eləmək istəmir. Yəni belə bir bəy kimi ya da belə bir kişi kimi görə bilər. Həmçinin də burada çox dava edən, qırğın edən, yəni real bir addım atmağa istəməz. Amma qırğına çatsa ya da yəni real addım dedikdə, yəni yaxşı addım, ilişkini inkişaf etdirəcək, kompromis edəcək bir addım atmaq istəmir, amma dava yaradır. Həmçinin də burada deməli ilişkiyə qatışan insanlar olduğunu da düşünə bilər xanım ki, bəyin başqa insanların dediyi ilə ya da başqa insanların fikri ilə oturub durduğunu, yəni ona kimsə, o ruslar deyir, Pinok daş тогда сделать, yəni buna itəklə
istəsən onu, onda eləyər onu. Yəni belə bir insan kimi görə bilər ki, bunu itəkləməsən, buna deməsən, yeritməsən istədiyini bu insan eləməz. Belə bir insan kimi görə bilər. Həmçinin də onun xanıma baskı elədiyi və öz istədiyini yeritmə kimi bir xüsusiyyətinin olduğunu da düşünə bilər. Çünki bu ümumi baxımdır, diqqət yetirin. Amma burada da kişinin distansiya yaratdığını, tək qalmaq istədiyini ya da ki, emosional artıq çöküntü yaşadığını görə bilər xanım və ya yaxın gələcəkdə belə bir durum yaşana bilər ki, onun çökük yaşadığını və distansiya qurmaq istədiyini şahid ola bilər. Burada ümumiyyətlə çoxlu belə ayıran və çoxlu belə baryer quran situasiyalar var. Yəni burada həm davalar, həm konfliktlər ola bilər. Deməli, kişi nöqtəsindən baxsaq ilişkiyə, burada kişi tərəfi hesab edə bilər ki, bəy tərəfi. Burada onun konkret özü ya da sizin ilişkidə daha çox rəqabət kimi görməyi ilişkini problem yarada bilər. Yəni indi baxın, ilişkidə o hesab edir ki, ilişkidən çox rəqabət var. Ya siz onunla rəqabət aparırsınız, ya da o sizinlə rəqabət apardığına görə. Çünki burada rəqabətin sizin ilişkini çıxılmaz bir vəziyyətə salmağını və həmçinin də tez bir nəticə, tez mənim istədiyim kimi getsin, tez mənim istədiyim kimi yeridilsin və olsun. Bu problem gətirib çıxardır və çıxılmaz bir vəziyyətə salır ilişkini. Yəni bu kişinin ilişkiyə baxış nöqtəsidir. Kişi tərəfi hesab edir ki, burada bu həmin rəqabət və mənim istədiyim kimi getsin, mənim istədiyim kimi alınsın. Bu çıxılmaz bir vəziyyətə gətirib çıxardır ilişkini və həmçinin də burada nəyisə tez istəmək və səbirsiz olmaq da bu həmin çıxılmaz bir vəziyyəti yaradır ya da ki, yaxın gələcəkdə o hesab edir ki, nə qədər olar artıq bir müddətdən sonra bu çıxılmaz bir vəziyyətə salacaq ilişkini. Gəlin əlavə baxaq. Deməli, burada ilişkidə xüsusən də qadın tərəfindən, xanımlar tərəfindən belə bir şey ola bilər ki, xanım fiquru, qadın fiquru ən vacib nöqtə idi ilişkidə. Yəni həm bu siz ola bilərsiniz, həm də ki, başqa bir xanımın da ilişkiyə bir təsiri ola bilər. Çünki burada başlıca xüsusən də xanım tərəfindən olan bir fikirdir bu ki, qadın rolu çox vacibdir. Ya burada o həmin xanımın fikirləri, həmçinin xanımın dedikləri, həmçinin də xanımın tövsiyə etdikləri, yəni onun fikri ilə ilişki irəliləyib, ya bu sizsiniz, ya da ki, onun yəni bəy tərəfindən, kişi tərəfindən olunan bir xanımın təsiri də ola bilər. Bu, haçan ki, o xanım çox böyük bir rol oynayıb, yəni onun fikri, onun dedikləri və onun baxış nöqtəsi çox təsir göstərib, həmçinin də çox vacib, böyük bir təsir göstərib. Həmçinin də burada xanımın belə bir başlıca rol oynamaq kimi bir istəyi də var. Bir xanım, indi baxın hansı xanımdır. Deməli, son belə baxsaq nəticəyə, ilişkinin bu da yaxın gələcəkdə nə baş verəcəyini göstərir. Deməli, yaxın gələcəkdə burada deməli bəyin konkurenti yaranır. Yəni başqa bir xanımsınızsa, başqa bir kişinin həyatınıza təsiri olacaq və bu insan həmin bu bəylə rəqabət ya da ki, negativ bir konflikt dedikləri bir situasiya yarana bilər. Diqqətli olmalısınız. Əgər bu sizin tərəfinizdən olan bir bəydirsə, çünki bu bəy konkret atanız misal üçün varsa, bu atanız ola bilər. Həyat yoldaşınızdırsa,
bu həyat yoldaşınız tərəfindən həmin bu bəylə olan bir konflikt ola bilər. Həmçində həyatınızda belə bir bəy yarana bilər, hansı ki ciddi ilişkiyə namizəd ola bilər. Yəni konkret bu bəy deyil də ilişkiyə namizəd olacaq, yəni ciddi və yaxşı ilişkiyə namizəd olacaq bir bəyin həmin bu bəylə konflikti və ya ciddi bir dayanışması ola bilər. Burada konkret belə göstərilir. İndi siz öz durumunuza görə baxın. Bu sizin tərəfinizdən olan bir bəydir, hansı ki sizə ciddi bir dayaq olacaq.